Bu aləmdə hansı ki, hal-hazırdakı sənin bu sənətinlə bağlı qarşını kəsən və ya belə deyim də, səninlə prinsip aparan, rəqabət aparan şəxslər varmı? Mənlə prinsip aparan bu sənətdə belə yüngül, variz, zəif adamlar olub. Yəni, onlar mənim üçün elə də önəmli bir insanlar olmayıblar. Sənətdən kənarda olan böyük bir qüvvələr var idi ki, onlar mənə bəli, çox böyük problemlər yaradıblar illər boyu. Bəs necə o maneələri aşmısan, keçmisən? Kimisi vəzifədən çıxdı, yəni artıq sözü keçmədi müəyyən efirlərə filan. Kimisini, yəni ki, müəyyən yollarla onlardan uzaqlaşdım, yəni. Bəli, elə bir insanlar idi ki, onların sözü hər yerdə keçirdi. Ona görə müəyyən yerlər var idi ki, oradan artıq kənarlaşmalı olurdum. Amma yenə də elə bir hal-hazırda şərait var ki, yəni heç kəs, onların bir çoxlarının adını da bilirlər. Yəni bu show biznesdə, mediada artıq adlar da bəllidir, kimlər mənim qabağımı kəsib, çəkinmədən, hətta adıma xələl gəlsə belə, mən o adları açıqladım ki, bəli, illər öncə filan kəslər mənə belə bir pisliklər eləyiblər. Kimlər olub məsələn? Medianı bir balaca araşdırsaz, orada yəni... Yox, mən özüm üçün bilirəm, mən tamaşaçılar üçün maraqlı. Mən gizlətmirəm, Əli Qismət Lalayev, Musiqili Komediya Teatrının direktoru, uzun illər öncə... Teatrda çalışmışsınız da? Yox, çalışmamışam. Bəs niyə sizə maneəçilik törədib ki? Olub, yəni şəxsi dostluq münasibətlərimiz olub o vaxtlar. Məni yanlış istiqamətlərə yönəldirdi. Ondan sonra mən o insandan uzaqlaşmalı oldum və əlbəttə ki, çox konsertlərdən, efirlərdə qadağalarla üzləşdim. Amma hal-hazırda Lalayev Əli Qismət artıq vəzifəsindən kənarlaşdırılıb, bir il var. Amma mən bilirəm ki, o nəvələri də məni izləyir, çünki tədbirlərimdə iştirak edirlər, hər kəs sevir, məni bəyənir. Yəni, bunu demək lazımdır. Bilirsiniz, mən ad açıqlamayım, digər başqası açıqlamasın. Burada nə var ki? Yəni... Nə qədər sənin kimi gənclər var ki, yolları kəsilir, yolları bağlanılır. İndi hər kəs də sənin kimi özündə şəsarət toplayıb, ad çəkmir axı. Mədəniyyət Nazirliyində müəyyən böyük bir vəzifədə olub, 15 il, müavin vəzifəsində. Daha sonra ömür boyu uzun illər Musiqili Komediya Teatrının direktoru oldu. Bugünkü gün əgər mən iştirak elədiyim məclisdə Lalayev məni görüb baş aşağı durursa, ağzına maska taxırsa, bu ondan deyir ki, insan hərəkətinə görə əlbəttə ki, utanır. Nə deyə bilərik?